Herkese salam, kanalıma hoş gəlmisiniz. Müğənni Gülay Zeynallı solo konsertindən yepyeni görüntülər paylaşıb. Onun videoları sosial şəbəkədə maraqla qarşılanıb. Qızı və qaynanası da solo konsertdə iştirak ediblər. Həmin görüntüləri sizlərə təqdim edirəm. Videonu izləyib xoş sözlərinizi yazıb dəstək olmaq üçün kanalımıza abunə olub videonu yaxınlarınızla paylaşmağı unutmayın. İlk konserti, çünki əvvəl balacası da, yəni bugünkü çox böyükdür və mən çox sevinirəm, çünki anam həmişə istəmişdi ki, böyük konsert olsun və arzularına yetirsin və bugün də arzularına yetirildi və yəni biz hamımız sevinirik də, hamıda kim ot, hamımız sevinir ki, anamın konserti var. Nəvəm buradadır, mən də nəvəmin yanında, həm də bəli Gülay xanım oxuyacaq. Çox sevinirik. Allah bundan da uca eləsin, istədiyi məqsədlərə çatsın. İnşallah gələcəyin inşallah əməkdar artist, xalq artisti olsun, arzumuz odur. Doya Doya Konsert programının musiki rəhbəri nəbridir, sövgülüdür, musikini sevir, eşkin ahare. Alkışlar sesleri. Azerbaycan musikisini ifade eden Azerbaycan kızı Ecesta Gülay olmuşlarınız. Size herkes tarafından teşekkür ederim ki gör necə ədəb əhtamlı tamaşaçılardır ki sona qədər izlədilər, almışladılar. Sen de teşekkür ederim. Çünkü onlar kimin tamaşaçısıdır. Ben hepinize teşekkür ederim. Size çok minnettarım diliyorum. Gelişinizle şeref verdiniz bana. İnanın çok sevindirdiniz. Çünkü bizim aylarla bu büyük komandayla çektiğimiz eziyetimiz yerde kalmadı. Bütün komandama, sanat yoldaşlarıma, benimle bu gece çiğin çiğne çalışan bütün heyete özlerine teşekkürümü bildiririm. Nasip Nur. Gülay, eksikliği, sen olmayınca Ferman, var olasınız. Ben, bütün bestekarlar adeta Gülay, ifaçını duymalıdır. Ve her bir ifaçının öz bestekarı var ki, onun ruhundan yazır. Ferman senin ruhunu çok yaxşı hissedir. Sen de onun ruhunu dile getirirsen. Ama ne güzel ki milli gürurun bərpa eden galip fuat olarak ruhumuz da səfərdir. 6 ildir ki musikimiz, ruh verdiğimiz torpaqlarımızda, Qarabağımızda, Han kəndimizdə səslənir. Necə gözəl ki o ve Qarabağ ruhumuz şartdır ve var olsun düzgün musikini yaşayanlar.
Hər kəsə təşəkkürümü bildirirəm. Gülləri nə qədər çox sevdiyimi mən ən azından rəfiqələrim bilir. Minnətdaram hamısına. Təşəkkür edirəm mənim dostlarım. Hamınıza təşəkkür edirəm. Bəzilərini bilirəm, kimlər göndərib, bəzilərini bilmirəm. Ən çox kövrəldiyim bu oldu. Allah mənim ustadıma rəhmət etsin. Arif Babayevin xatirəsinə onun adından göndərilir. Gültəkin xanım çox sağ ol. Arif müəllimin həyat yoldaşı. Çox xoş oldum. Minnətdaram hamınıza. Lilico's emotions to gradually collapse, but just then the police tracked her down. The plastic surgery clinic had been raided for illegal operations. Ne güzeldi bu. Gülüm çok sağ ol.